Korteks nədir bilirsiniz? Beynimizin ən tələbkar kitabxanaçısıdır. O dağınıqlığı qəbul etmir. Bir məlumatın yadda qalmasını istəyirsinizsə, onu korteksin anladığı dildə təqdim etməlisiniz. Yəni strukturla, kateqoriyalarla. Məsələn, 10 fərqli obyekti xaotik şəkildə əzbərləməyə çalışmaq yerinə onları funksiyalarına və ya mənasına görə qruplaşdırın. Siz bu sistemi qurduğunuz an korteks o məlumatı artıq təsadüfi informasiya kimi yox, yerləşdirilmiş və mənalı məlumat kimi qəbul edir. Çünki korteks üçün məna yoxdursa, yaddaş sadəcə illüziyadır. Korteksi aktivləşdirmək sadəcə məlumat toplamaq deyil, məlumatları analiz eləməkdir. Siz analiz etdikcə neyron əlaqələri güclənir, yaddaşınız dərinləşir. Ona görə də öyrənməyə yanaşmanı dəyişmək lazımdır. Öyrənmək məlumat qəbul etmək deyil, məlumatı emal edib idarə etməkdir. Fərq də məhz burada yaranır. İndi isə kiçik bir sınaq. Bugün beyninizdə qalan ən dəyərli fikri bir cümlədə necə ifadə edərdiniz? Şərhlərdə yazın, ən maraqlı yanaşmanı birlikdə təhlil edək.